Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Deməli, bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 9 olacaq. Təbii və təbii olmayan materiallardan uşaqlar. Deməli, verilmiş əşyalar hansı materiallardan hazırlanır? Birincisi masadır. Masa taxtadan hazırlanıb. İkincisi stəkandır. Stəkan şüşədən hazırlanıb. Sonra gümüş nədir? Daha doğrusu üzük var. Üzük də bildiyimiz kimi bu qızıldan hazırlanıb və bir stul var. O stul da plastikdən hazırlanmışdır. Belə. Sonra bu materiallardan hansı təbiətdə rast gəlinir? Təbiətdə rast gələnlər təbii ki, daha çox təbii olaraq deməli uşaqlar təbii odur ki, yəni o nədənsə hazırlanmır da, yəni nələrsə ondan hazırlanır. Məsələn, qızıl. Yəni qızılı deyə bilmərik ki, nədənsə hazırlanan qızıl var. Düzdür? Qızıl elə qızıldır da, yəni necə tapılırsa elə, sadəcə forması dəyişir. Amma taxta ağacdan hazırlanır. Məsələn, sonra plastik, sonra şüşə. Məsələn, bunlar da bənzərdir. Keçid alırıq. Sinif otağında olan əşyaları nəzərdən keçiririk. Taxta, şüşə, metal, plastik və kağız materiallardan hazırlanmış əşyalar var, bildiyimiz kimi. Uşaqlar, taxtadan hazırlanmış əşyaları qəhvəyi, şüşəni göy, metalı boz, plastiki yaşıl, kağızı isə qırmızı rənglə rəngləyirik. Bəli, ətrafımızda olanı bu təbii ki, indi sinifə aid bir prosedurdur. Məncə bu dərsə aid xüsusi bir əhəmiyyəti yoxdur. Təbii olmayan materiallar kağız insan tərəfindən hazırlanır, şüşə insan tərəfindən hazırlanır, plastik yenə insan tərəfindən hazırlanır. Deməli, təbiətdə rast gəlinənlər daha çox nədir? Yəni metallar, məsələn, həmin metallar insan tərəfindən hazırlanır. Alüminium, dəmir, mis, qızıl, gümüş və s. Aha, gəlin buradan eləyirik, deməli. Qum, gil, qaya, tabaşir, dəmir, qızıl. Bunlar nədir uşaqlar? Bunlar belə deyim, təbii materiallardır. Təbii materialların bəziləri eyni zamanda bitkilərdən hazırlanır. Taxta ağacdan hazırlanır. Pambıq da bitki mənşəlidir, yəni pambıq, onu deməyə ehtiyac yoxdur. Deməli, onda bu nə? Təbii materiallar. Təbii materialların bəziləri isə heyvanlardan əldə edilir. İpək və yun. Bunlar da məhz təbii materiallara daxildir. Sonra uşaqlar, deməli, təbii olmayan materialları da qeyd elədik burada. Deməli, taxta da təbiiymiş uşaqlar. Burada deməli belə deyim də, 4 il öncəki həyat bilgisi kitabında taxta əslində təbii olmayana aid edilirdi. Çünki taxtanın da növləri vardı da, ağacdan əldə edilməsindən görə və s. və s. Amma artıq taxta da təbii olan materiallar sırasına daxil edildi. Deməli, yuxarıda onda biz nə demiş olacağıq burada? Stul taxtadan hazırlandığı üçün təbiidir. Bir də üzük qızıldan hazırlandığı üçün təbiidir. Amma stəkan şüşədən, stul da plastikdən hazırlandığı üçün qeyri-təbiidir. Yəni təbii olmayandır. Sonra təbiətdə bitkilər olmasaydı hansı materialları əldə etmək mümkün olmazdı? Kağızı, şüşəni, daha doğrusu kağızı, pambığı, yunu, ipəyi, taxtanı və s. əldə etmək olmayacaqdı. Dəmirdən hansı məqsədlərlə istifadə olunur? Təbii ki, dəmir yollarının çəkilməsində, sonra müəyyən, belə deyim, bir möhkəm, belə deyim də, müdafiə obyekti tikildikdə, müəyyən dəmirin əridilməsi zamanı bildiyimiz kimi dəmiri əridərək müəyyən materiallar hazırlana bilir və s. Bunun üçün istifadə edilir. Tapşırıq. Şəkildə verilənləri aid olduğu materiallara uyğunlaşdırın. Gəlin uyğunlaşdıraq. Təbii materiallar, təbii olmayanlar. Birincisi, təbii olanlar hansıdır? Təbii materiallar. Təbii olmayan, heyvanlardan əldə edilən, bitkilərdən alınır. Kağız nədir? Kağız təbii olmayandır. Deməli, nədir? Təbii olmayan. Yun nədir? Yun heyvanlardan əldə edilir. Daş təbiidir.
pambıq bitkilərdən əldə edilir. İpək parça deməli o da deməli heyvanlardan əldə edilir. Şüşə də yenə təbii olmayan materialdır. Belə. Özünüzü yoxlayın keçid alaq. Hansı materiallara təbiətdə rast gəlinir? Təbiətdə rast gəlinənlər qızıl, gümüş, alüminium, mis, sonra ipək, pambıq, yun və s. Amma insanların hazırladıkları hansı materiallar nümunə göstərə bilərsiniz? Kağız, plastilin, şüşə və s. bunları nümunə göstərə bilərik. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Unutmayın ki, yəni dərslərinizə ciddi hazırlaşın ki, növbəti ümumiləşdirici tapşırıqlarda daha yüksək qiymətlər, KSG-lərdə daha yaxşı qiymətlər alasınız. Sağ olun.